İndi söz açacağımız cinayət işinin ən dəhşətli etirafları istintaqla paralel məhkəmə prosesində açılır. Bir şəxs xaloğlusu və eyni zamanda qayını olan adamı öldürür. Məhkəmədə isə deyir ki, o mənə olan borcu müqabilində arvadını təklif etmişdi. Mən də əsəbləşib öldürdüm. Mərhumun məhkəmədə iştirak edən həyat yoldaşı isə deyir ki, xeyr, qatil özü mənə aylardır zəng edir, məndən xoşu gəldiyini deyirdi. Mən də bunu qorxumdan ərimə deyə bilmirdim. Bəs bu qətl hansı səbəbdən, niyə baş vermişdi? Bura TV11, mən Sərdar Aminəm. Başlayaq. Həmin gün Zamin ailəsi ilə toya getməli idi. Azərişıqda işləyirdi. Günortadan sonra onun telefonuna zəng çatmır. Bir neçə saat əzizləri narahat olmur. Çünki belə hallar hamının başına gələ bilər. Bəlkə telefonunun enerjisi bitib, bəlkə vacib işi var, söndürüb, bəlkə telefonunu itirib. Amma axşam olur, Zamindən səs çıxmır. Artıq gecə saatlarında evə gəlmədikdə ətrafı narahat olmağa başlayır. Bu hadisə 2017-ci ilin 12 avqustunda baş verir. Artıq Zaminin başında bir bəla olduğunu düşünən əzizləri tədbir görməyi planlayır. Xalası oğlu və eyni zamanda yeznəsi olan Teymur Cəbiyev təklif edir ki, bu barədə polisə məlumat versinlər. Beləliklə, itkin düşən Zaminin anası Sabunçu rayonu 14-cü polis bölməsinə müraciət edir, axtarış başlayır. Günlər keçir, lakin Zamini gördüm deyən olmur. Qohumların bilgəhə toplaşıb Zaminlə bağlı düşündüyü, məsləhətləşdiyi bir zamanda yenə də onun xalası oğlu və eyni zamanda yeznəsi olan Teymur Cəbiyev deyir ki, bəlkə Zamin dənizdə batıb. Yaxşısı budur, mən gedim biraz dəniz kənarında axtarış edeyim. Görün bəlkə paltarları, əşyaları oradadır. Əzizləri bu ehtimala inanmasa da, hadisədən 14 gün sonra itkin düşmüş Zaminin xalası oğlu, bir daha qeyd edək, eyni zamanda yeznəsi Teymur Cəbiyev hər ehtimalla deyib Xəzərin sahilinə çıxır. Onun evdən çıxmasından bir müddət sonra Zaminin anasına zəng gəlir. Zəng edən Teymur idi. O deyirdi ki, Zaminin telefonunu dənizin kənarından tapıb. Lakin başqa heç bir əşyası orada deyil. Beləliklə, itkin sayılan Zaminin anası və polis işçiləri Xəzərin sahilinə, Teymurun işarə verdiyi yerə gedir. Oradan telefonu götürürlər və bu barədə Teymur da izahat verir. Lakin polis Teymurun telefonu tapma ehtimalından və özünü aparmasından şübhələnməyə başlayır. Növbəti gün, yəni avqustun 25-də Teymur Bakı şəhəri Baş Polis İdarəsinə aparılır. Bir növ Teymur özünü ifşa eləməyə başlayır. Heç kəsin ondan şübhələnmədiyi bir məqamda özünü mərkəzə atır və istintaqın hədəfinə çevrilir. Baş Polis İdarəsində sorğu-sual olunan Teymur çəmbərin daraldığını hiss edir. Artıq vəziyyətdən çıxa bilmir və etirafdan başqa çarəsi qalmır. Lakin o, istintaqa verdiyi ifadədən fərqli olaraq məhkəmədə əlavə detallardan da danışacaq. Bu barədə az sonra. Hələ ki, Teymurun Zamin İkramovu niyə və necə öldürdüyünü təqdim edirik. O, dəhşət saçan ifadəsində bildirib ki, 2017-ci ilin mart ayında yanmış evini təmir eləmək məqsədi ilə qayını Zamin ona 2500 manat məbləğində borc verib. O, həmin borcu aylıq qaydada ödəməyə başlayıb və bir neçə ay ərzində 450 manat qaytarıb. Avqustun 12-sində işə gedib və günorta saat 12-də işdən qayıdıb. Həmin vaxt Teymurun ailə üzvləri Zamingildə olub. Özü isə tək Binə qəsəbəsi Əşrəfov küçəsində evində olubmuş. Bir müddət sonra Zamin onun yanına gəlib, darvazadan içəri girib və qapını içəridən bağlayıb. Həyətdə masanın arxasında oturaraq söhbət ediblər. İstintaq prosesində Teymur Zamini öldürməsinin səbəbini başqa məqamlarla əlaqələndirmir. Daha doğrusu, onun törətdiyi qətlin
xuliqanlıq məqsədi daşıdığı qeyd olunur. Belə ki, Teymur Zaminin onu görməməsindən istifadə edərək təmir işlərində istifadə etdiyi dəmir parçasını götürür. Həmin dəmirlə xalası oğlunun, Zaminin boynunun ardından var gücü ilə bir zərbə vurur. İlk zərbədən sonra Zamin müvazinətini itirir. Bu zaman Teymur ona ardıcıl daha 2 zərbə endirir. Bundan sonra Zamin huşsuz vəziyyətə düşür və onu bir qədər sürüyərək həyətdə zibilləri yandırmaq məqsədi ilə qazdığı çalaya atır. Daha sonra onun ölməyəcəyindən qorxaraq ona 2 dəfə bıçaq zərbəsi vurur. Üstünü biraz torpaqladıqdan sonra ağlına gəlir ki, Zaminin telefonu cibində qalıb və bu yolla onun yeri müəyyənləşdirilə bilər. Təzədən torpağı onun üstündən götürür və cibindəki telefonu çıxardır. Telefonu söndürərək öz cibinə qoyur. Daha sonra meyidin üstünü torpaqlayır və diqqət çəkməsin deyə bastırdığı yerin üzərinə həyətdəki köhnə qapıları da qoyur. Bu müddət ərzində o həyat yoldaşının, nəzərə alın ki, onun həyat yoldaşı həm də öldürdüyü Zaminin bacısıdır. Onun evə qayıdacağından ehtiyat edir, tələsir. Qətl törətdiyi və qətli gizlətdiyi əşyaları toplayaraq kisəyə qoyur və onları zirzəmiyə yerləşdirir. Hamamda çimir, qanlı paltarlarını da itirir. Təxminən 15 dəqiqə sonra onun həyat yoldaşı övladları ilə evə qayıdır. Teymur növbəti günlərdə qətl törətdiyi əşyaları yaxınlıqdakı kanala atır. Telefon və qətldə istifadə etdiyi bıçağı isə aparıb Xəzərin sahilinə tullayır. İstintaq yekunlaşır. Teymur Cinayət Məcəlləsinin 120.2.2-ci xuliqanlıq niyyəti ilə adam öldürmə və 120.2.9-cu təqsirkar şəxs üçün aşkar surətdə köməksiz olan adamı öldürmə maddələri ilə təqsirli bilinir. Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən məhkəmə iclasında Teymur Cəbiyev özünü elan edilən ittihamdan təqsirli bilir. %100% günahkaram deyir. Lakin hadisənin təfərrüatını danışmadan əvvəl Teymur mərhumun atasının zaldan çıxmasını xahiş edir. O deyir ki, baş verənləri onun yanında danışmaq istəmir. Amma məhkəmə onun bu istəyini rədd edir. Təqsirləndirilən şəxs məhkəmədə Zamin İkramovu öldürməsinin səbəbini başqa cür izah edir. Deyir ki, Zaminin mənə borcu var idi, hərçənd biz istintaqda tanış olmuşduq ki, onun Zaminə borcu var. Məhkəmədə isə deyir ki, Zaminin mənə borcu var idi və statı belə başlayır. Söhbət edəndə dedi ki, arvadımdan xoşun gəlir. Mən də bunu başa saldım ki, ayıbdır. Bu yaxşı hərəkət, yaxşı danışıq deyil. Onu başa saldım, sonra gedib adama bir pivə aldıq. İçəndən sonra yenə də mənə olan borcunun qarşılığında arvadını təklif etdi. O an beynim çöndü, dəmiri yerdən götürüb bir neçə dəfə vurdum. Elə vuran kimi də öldü, həyətdə yer qazıb bastırdım. Mərhumun həyat yoldaşı isə cinayətin səbəbinin başqa olduğunu, əslində Teymurun Zamini öldürmə səbəbinin danışdıqları ilə əlaqəli olmadığını deyib. Qadın həqiqəti danışmaq istədiyini yalnız qaynatasının, yəni mərhumun atasından utandığını deyib. Mərhumun atası bu dəfə zaldan çıxmaq təklifi ilə razılaşıb və o, gəlinin utandığından, həqiqəti deyə bilməməyi səbəbindən məhkəmə zalından kənarda qalıb. Yəni, öz razılığı ilə. Daha sonra qətlə yetirilən Zaminin xanımı Teymurun məhkəmədə yalan danışdığını deyib. O bildirib ki, yoldaşı onu Teymura borc qarşılığında təklif eləməyib. Əslində, qətldən bir müddət əvvəl Teymur bir neçə dəfə ona zəng edib, dəfələrlə onunla münasibətdə olmağı təklif edib. Lakin bunu həyat yoldaşına söyləmədiyini deyib. Həyat yoldaşına niyə söyləmədin sualına isə cavab olaraq bildirib ki, qorxub, düşünüb ki, əri və Teymur arasında dava düşər, qan düşər. Lakin Teymurun zəngi barədə
öz anasına elə zamanında xəbər verir. TV11 YouTube kanalı sərfəli reklam şərtləri təqdim edir. Ay ərzində milyonlarla baxış, milyonlarla insan diqqəti istəyirsinizsə, öz məhsullarınızı bizim kanalımızda sərfəli şərtlərlə effektiv şəkildə reklam edə bilərsiniz. Bunun üçün 070 291 78 98 nömrəsindən əlaqə saxlaya, eyni zamanda WhatsApp vasitəsilə yaza bilərsiniz. Məhkəmə belə qənaətə gəlib ki, Teymur Zamini heç bir xüsusi əsas olmadan qətlə yetirib. Beləliklə, 2018-ci il yanvarın 25-də 1987-ci il təvəllüdlü Teymur Cəbiyev Cinayət Məcəlləsinin az əvvəl qeyd etdiyimiz maddələri ilə təqsiri bilinərək 18 il azadlıqdan məhrum edilib. Salamat qalın.